Uşaqlar yəni sağ olsunlar, dərsləri telefon oxuyurdular, telefon diktafonunu oxuyurdular. Yəni mən oradan oxuyurdum, öyrənirdim. Bu cür çətinliklər artıq arxada qaldı. Kitabxanada yaradılan informasiya resurs mərkəzində Braille proqramı vasitəsilə gözdən əlillər elektron xidmətlərdən heç kimin köməyi olmadan istifadə edə biləcəklər. Proqramın məqsədi görmə qabiliyyəti zəif olan insanların informasiya tələbatını ödəmək və internetə çıxışını təmin etməkdir. Yaradılan şərait hesabına bizlər kimi onlar da internet saytlarını izləyə, ölkədə və dünyada baş verənlərdən vaxtında xəbər tuta biləcəklər. Bütün bunlar isə istifadəçiyə çox asan səslə çatdırılacaq. Lider televiziyası. Bu proqram doğrudan da bizə yəni göstərir ki, deməli biz yəni cəmiyyətə adaptasiya olmağa heç bir problem yoxdur. Google, Allah sənə rəhmət eləsin. Xəbər çıxdı ki, bugün naçalnik gəlirkən də görmə qüsurlu insanlar mərkəzdə həm də təfəkkürlərini inkişaf etdirə biləcəklər. Belə ki, mərkəzdə 137 adda Braille əlifbası, 118 adda isə danışan kitab toplanıb ki, bunların vasitəsilə Azərbaycan və dünya ədəbiyyatının nümunələri ilə tanış olmaq mümkündür. Cəfər Cabbarlı, Hekayələr, Şərq Qərbi Nəşriyyatı, Bakı 2005. Çoxdan arzuluyorduk ki, belə bir informasiya mərkəzi olsun. Biz oxuya bilmədiklərimizi gedib qulaq asaq, danışıq yolu ilə qulaq asaq, hər şeydən xəbərimiz olsun bizim də. Bütün bu imkanlar Heydər Əliyev Fondunun dəstəyi ilə yaxın vaxtlarda daha da genişləndiriləcək. Mərkəzdəki kompüterlərə təkmilləşdirilmiş yeni Braille proqramı yüklənəcək. Eyni zamanda bu proqramla işləyən kompüterlərin sayı artırılacaq. Elman Əliyev, Şahin Həsənov, Ülvi Əzimzadə, Lider TV, Salyan.